Ben Qabil, bu cinsler birlikte yeni bir video ile karşınızdayım. Üçüncü serisiyle karşınızdayım dostlar. Ve dostlar bildiğiniz kimi de üçüncü serisiyle karşınızdayım. Demiştim sizlere çok tez videosu gelecek bu serinin. Çünkü tez bitirip dostlar bu serinin Qarabağ kariyerine başlamak istedim. İstiyorsa yavaştan başlayalım. Üçüncü bölümde bu arada kuralları bilmeyen varsa yine hatırladım. Her tuttuğunuzda dostlar karşı tarafın en yüksek oyuncusunu aldık ama bizim kadromuza girəcəksə, ilk 11-ə girəcəksə alırıq, yedəyə zada almırıq. İndi başlayaq. Bu oyuncunu bu arada satacağım dostlar 48'yi. Bu video kısa olabilir, o sizə deyim başdan. Bunu satdıqlarına olsun. Başlayaq. Bunlar da en yüksək 62'lik qapıcılarıdır. Utsaq götürək işimizə yarayır. Playoff'dan dostlar liga yükselmeye çalışacağıq. Görək nə tür olacaq. Buradan bərabərə qaldıq. Bunlardan bizim işimizə heç biri yaramayacaq. Simülə edək. Bunlardan qol yemin də qol ataq. Uşaqlar biz qəşəng 4-3. Rəqib dirəşmişdən utduq. 8-ci ilə bir azaran açaq. Çox tez gəlir 8-ci. 63 dostlar rırı. Udaq onu götürək uşaqlar. Çox işimizə yarayacaq. Çox işimizə yarayacaq. Udaq bir gol. Bir gol. Bərabərə. Buradan dostlar kaptanlığınıza da ayarlayayım mən. Bizə en yüksək oyuncusu 62'likdir. Ona vereyim kaptanlığı. Penaltinin adını da ona vereyim. Ay yerini yetirəmiyor. Tayla 61'ci cıbıya yetirirsən yerinə. Zərbən yetirebilir heç olmasa bəli. Bunlarda en yüksək dostlar 63'lük santraforları. Utsaq işimizə yarayar götürək. Hadi uşaqlar videonun uduşunu gerçekleştirək və utduq. Dostlar qoyun bunu qeyd edeyim bu oyuncusun adını. Bəli dostlar qeyd elədim. İndi gəlirik buradan. Yeni 7-ci bu arada. Buradan gəlin oyuncusun adını yazaq. Daha dostlar oyuncu 26 yaş var, çok qəşəng. Sən 350 versəm götürərsən. 350'ye razılıq ver götürüm. Vermədi. Yaxşı. 700 beblə versəm götürərsən. Və bəli qəbul elədi. Yeni oyuncumuz, santraforumuz. Xoş gəldin. 56'lıqdır bu arada forvet attığımız. Və orada 57'lik. Buralıqda bir yerde oynayamır bu. Bunu qalsın. Bunu sataq 60'lığı. Bunu satdıq. Macaran son Premier Liga takımı aldı. Öyle oyuncu bir Premier Liga takımı aldı. Oy 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 oy. Hani o neçənci liqadadılar onlar. Aa, bu aldı dostlar bu takım. Ne inanmazdım o transfer edeceği yani elə bir oyuncunu. Ne bileyim. 57'lik dostlar BM'ları var. Utsaq dostlar götürmüyoruz, hiçbir işe yaramayacaq. Lazımsız bir şeydi. Bir. Hem kadroda dostlar yeri artır. O gün onu götürmeyeceğim. Sıradaki rəqibimiz 67'li. Bunlar deyəsən birinci də dostlar. Yox, ikinciliyə çıxıblar. Bunlar bir dənə birbaşa playoff'dan yüksələ bilsə. Birinci turdan. Oyuncuların götürüyor 67'li santraforların. Все. O ne yaxşı oldu bu. Qoyun dostlar biz bir bunun adını qeyd eləyim. Qeyd elədim dostlar. Buradan gələk.
Oyunçunun adını yazaq. Xət qoyuram, mən yazırıq. Ü demişəm sən yaz mən. Y. Hə. T dostlar bu arada A. Y. Bu daha dostlar çok qocadır. Buna bir 400k verirsəm qəbul eləyər. Eləmədi. Buna bir 1 milyona yaxın verəcəm dostlar. Çünkü birdən qəbul eləməməyi də var. Bunu qəbul elədi. Bunu gəldik buradan qoyuruq ilk 11-ə. Qoy bu sezon bizi idarə eləsin. Bunu da dursun hələ ki, heç bir zararı yoxdur. Və bəli dostlar, üzüyü çox güclüyük. 58-i heç nə götürmürük. Rırıdsa götürə bilərik bir dənə. Yox, götürmürük. Hadi aslanım, ilk qolu vur iki takımda, hadi. 5-1. Biz elə 7-ci. Qoy bir dənə bunları dostlara ona vereyim, o yetirsin hamısını. Penaltini ona verim. Hatta penaltini yerinə yetirəmir bu da. Bunlar nətər santraforda heç biri penaltini yerinə yetirəmir. Bunlarda heç kəs heç götürəməyəcək uçsaqda. Amma da uşaqlar 3 xaldı, hədiyyə də elə bir. Hədiyyə kimidir bu 3 xal. 5-ci sıraya çıxdıq. Bunlardan heç nə, bunlardan elə. Dəqiqə birdən gol vurduq. 3-0. 6-0. 4-cü yerə çıxdıq. 58 qapçıları buradan da heç kəs götürməyəcək. 1-0. O qəşəng. 4-cü pillədiyik hələ ki, amma sezon bitəcək deyəsən. Çatmayacaq birinciliyə. Gələ başdan belə oynaya bilsəydik. Buradan da xal aldıq. 3-1. Bunlardan heç nə götürməyəcək. 2-2 bərabərə. Zaten playoff oynayacaq, bu bir kəsindir. Bunlardan da heç. 61-ci cübü. Uçsaq götürək. Uçsaq götürə bilərik 61-ci. Udaq uşaqlar, udaq. Bizə liqalarda çox kömək eləyər. Və bəli, götürürük elə. Qoyun dostlar, adını qeyd eləyim. Qeyd elədim adını oyuncusun. Onu götürək. Sezon bitməsin. Yox, bitmədi. Götürək. Adımı. Nə oldu yenə? Nəyi səhv elədik? Alman oyuncudur da. Almanlı. Almandı. Ne oldu da ne ta səhv yazmışam. Mən də səhv yazıram. Xıy qoymalıymışam. Xət deyirəm, r yazır. M. Bəlkə də. Dostlar, bu daha oyuncu, bu da çox qocadır. Qoca oyuncular lap bezdirib. Amma olsun, qoca da olsa bizi ən azı kömək eləyəcək. Xoş gəldi o da takıma. Buradan qoyuruq. 56'lıq zat. Bunu sataq dostlar 49'luğu. Bunu da satdıq. Və dostlar, playoff gəldi, çatdı. Playoff'da yüksəlmək üçün ligiya. Bunlardan heç nə 60'lıq cübeylərinin
Yəni lazımdır olsa heç nəyə yaramayacaq. Bir daha bunu keçə bilsək dostlar, çox rahat olar bizim üçün. 2-1, qəşəng 2-1. 2-1. Hadi uşaqlar. Hadi uşaqlar. Bunlar çox güclüdür. 63 CB-ləri var. Yüksələr, liqa yüksələr. Buraxmayın gol. Vur gol. Ne oldu? Qaldıq biz. Biz qaldıq. Biz qaldıq. Keçər dostlar. Dostlar bu arada yine deyəsən ligdə qaldıq. Buradan keçək. Kylian Mbappe aldı altın balonduru. Dostlar bizi yenə istəyirlər. Dostlar və keçək. Burada dostlar çox oyuncu əməkli oldu. Elə yaxşı oldu əməkli olmaqları. Rübe verdi bizə 19 yaşlı. Sağ olsun oyun. Dostlar maalesef sıraya yüksəl. Yenə qaldıq ligdə. Məncə bir sonraki sezon yüksələcəyik ligdə. Çünki bu ligdə çox güclülər həqiqətən də yüksəldi 5-ci ligə. Birinci oyun utduq. İkinci oyun biraz çətin oldu. O da yəni məncə bu sezon ligi rahat yüksələcək. Bəlkə birinci də ola bilərik. Gəlin sizə birlikdə 5-ci ligə baxaq. 5-ci ligdə də elə birinci dirək yüksəlir. Dostlar amma o biləm ki gələn sezon mütləq və mütləq yüksələcək. Çünki güclü takımlar var, onlar yüksəldir. Onlar bir sonraki kümə düşəndə biz çıxacağıq. Çalışacağıq kümə düşməyə. Maraqlı bir seri oldu dostlar məncə. Ligdə qaldıq amma məncə ta ligin ən güclüsü bizik. Çünki kadromuza baxın. Gəlin məsəl üçün sizə axırıncının kadrosunu göstərim. Yoxdur, hamısını o vuru bilinmir. Məncə gələn ligdə biz yüksələcəyik. Buradan oyuncularımızı istəyirlər, göstərək, görək nə istəyirlər. 56'lıq alımı. Bunu istəyir. Maalesef bunu satamayacağım, yox deyəcəm. Özü bir K yüksək verir. Neyinəm? Bunlar hazırlıq maçları. Gəlin istəyirsə hazırlıq maçlarını eləyək. 55'li CB-ni götürməyəcəm, utsaq. Bir 0 ilk hazırlıq maçını tutduq. Hazırlıq maçlarını keçək istəyirsiniz. Bu Braziliya bunlar təklif göndərirlər dəqiqə başı. Satmayacağım yenə. Gəlişəm çünki bir oyuncudur. Görsən bizlə yox heç getmir. Sat geçsin. Satmaya yanlışlıqla dedim sat geçsin. O hara takımıdır? Adını oxuyamadım. 69'luq rübeləri var. Utsaq bunu götürə bizə ligə çox kömək olar bizə ligdə. O da utsaq çətin. 2-1 olsun. Heç belə də uduzmadıq. Burada Real Zad kazandı. Lig deyəsən dostlar başladı. Yox, kubok maçıdır bu. Bəli, kubok maçıdır. Buna indi gələn sərli dostlar davam eləyərik. Çünki biraz həm də çox yəni ligdən düşdü deyə adam moral pozuldu. Ligdən düşmədi. Əslində ligdə qaldıq. Bəzi takımlar yüksəldi. Birini udmuşduq ilk turu. İkinci turda utsaydık bəlkə yüksəlmişdik. İstəyirsiniz sizlərə bir dənə maç eləyək. Buradan o seçkəsi götürməyəcəyik. Səfərdəyik. Lig o kubokdan ələnmədik. Qəşəngdir. İkinci turdakı rəqibimiz bəli oldu. Bizim ligdəndir. Bizim ligdəndir özdə. Lig başladı dostlar. Gəlin siz bu maçları eləyək. RB 61'i yutsaq götürərik. Bərabərə bitdi. Ligdə başladıq. İndən dostlar birinciliyi tutsaq böyük şeydir. Uğur 57 çox işimizə yarayacaq. Bir dənə bunu udaq götürək. Hücumumuz lap da gücləşsin. Qəşəng götürük dostlar. Qoyun onun adını daxil eləyim. Və də bəli dostlar, indi oyunçunun adını daxil elədim. Yazıb götürərik indi.
Gözün dostlar bir dəqiqə. Bəli dostlar, keçək buradan transfer yerinə. Adın yazaq. Deyəsən balaca hərflə idi. Sonra nə idi onun adı? Hə, tapdım. Çox dostlar, bunların ofisi bölümdə dediyim kimi də çox qəribə adları var. Nə oldu yenə? Sıyı, mən elə böyük sı qoymadım axı. Bir dənə sı fışıyor da nə? Sı. Və bəli dostlar, oyun çıxdı. Buna 200k versək məncə gələr. 200k versək məncə gələr. Bəli, 50k fazlalarla götürdük bu oyunçunu. Hücumumuz 56'da görə yüksələcək. 59 oldu, bəli. Bunlar görüm dostlar, kimi sata bilirik. Bunlar çünki əməkli olmaq vaxt yaşlarıdır. Bu 53'lüyü satak geçsin. Sattık getdi. Elə bizim ligdən bir takıma getdi. Bunlardan da ki heç kəs götürməyə. Dostlar, bu son maçdır. Bundan sonra videonu bitirirəm. Gələn bölüm davam edirik. Və 2-0 qazandıq. Gördüğünüz kimi dostlar, birinciliyi oynuyoruz. Bir dənə ligdə güclü takım varsa o da bu da, elə belə o da. Gol krallığı, asist krallığı. Dostlar, məncə üzvlük biz yüksələcəyik. Çünki çox qəşəng gedirik. Kubok maçımız da barədə yaxınlaşdı. İkinci tur. Bunu alsaq görəsən Korfinans liginə gedə bilirik. Məncə gedə bilirik Korfinansa. Sizə göstərim dostlar, takımın heç kuboku yoxdur. Görək nə tur olacaq. Hər nəysə dostlar, videomu bəyəndiysəniz yüksək saxlayaq biraz like'ları. Gələn bölümdə görüşərik. Sağ olun, salamat qalın.